bütün sizə lazım olan bütün o kurslarda verən informasiyanı bu videoda sizə verəcəm. Dostlar, hər kəsə salam. Mənim YouTube kanalıma xoş gəlmişsiniz. Mənim adım Ülker Əzizovadır və mən marketoloq və sosial media üzrə mütəxəssisəm. Bu videoda istədim ki, bir çoxlarının verdiyi sualı bir dəfəlik cavab verim və 2025-ci ildə bloqun necə və hardan başlamaq lazım olduğu haqqında danışım. Bu videonun sonunda siz artıq tam aydın bir planla ayrılacaqsınız. Ona görə bu videoya axıra qədər baxın. Çünki bütün sizə lazım olan bütün o kurslarda verən informasiyanı bu videoda sizə verəcəm. Bunun üçün bir neçə addım var. Onların hamısını bir-bir sizə izah edəcəm və bu addımlardan biri səbəblərdir. Bu nə deməkdir? Deməli, ilk öncə blog açmamışdan əvvəl, əgər hələ düşünürsünüzsə ki, mən Instagramda blog açmalıyam və istəyirəm bir bloger olum, yaxud ekspert olum, o zaman siz götürməlisiniz bir dəftəri və ora ən azı 5 yaxud 11 səbəb yazmalısınız ki, siz bunu nəyə görə istəyirsiniz. Bu nə üçün lazımdır? Bir balaca dediyim kimi klişe səslənə bilər, amma bunun səbəbi ondan ibarətdir ki, bu sizi həm motivasiyalı saxlayacaq, həm motivasiyanız olmadığı günlərdə sizi disiplinli saxlayacaq, həm də kontentinizə kömək olacaq. Bu səbəblər çox sadə səbəblər belə ola bilər. Məsələn, istəyirəm blog açım ki, oradan gəlir əldə edim və öz həyat tərzimi dəyişim. Yaxud çox balaca bir şey ola bilər ki, məsələn, bir çoxu deyir, istəyirəm ki, gedim Starbucksda oturum, laptopumu açım orada, mən işləyim, belə cool gördüm, marketoloq olum. Yaxud ola bilər ki, öz sahəm var, mən bir sahədə ekspertəm, istəyirəm ki, blogumda daha çox tanınım ekspert kimi və insanlar daha çox gəlsin, mənə müraciət eləsin. Yəni, bu hər bir şey ola bilər. Ona görə də mütləq şəkildə ilk öncə açırsınız dəftərinizi, 10 səbəbi yazırsınız. Ən az 5 səbəb olmalıdır, amma idealda 10 səbəb, çünki bu sizə daha sonra kontentdə də kömək edə bilər. Yəni, məzmun yaratmaqda. Bunu edib bitirdikdən sonra ikinci əsas bir şey öz bloqunuzun konsepsiyasını öyrənməkdir, bildirməkdir. Konsepsiya nədir? Buna ingilis dilində biz hətta positioning də deyirik. Yəni, ümumi götürsək, sizin bloqunuz nə haqqındadır? Bir çox bloger mən görürəm, yeni başlayanlar öz bloqlarda yazırlar ki, hər şey haqqında danışıram. Yaxud sadəcə lifestyle. Amma lifestyle nədirsə bilmirsən. Bir gün kafedə nəsə paylaşırlar, bir gün işdə nəsə paylaşırlar, bir gün SMM haqqında danışırlar və bu düzgün deyil. Nəyə görə? Çünki əgər siz bloqu sıfırdan başlayırsınızsa, insanlar sizi tanımır və onlara sizin sadəcə gündəlik etdiyiniz şeylər maraqlı deyil. Lifestyle o zaman məsələn maraq ola bilər ki, siz bir konsept üzərindən gedirsiniz. Məsələn, yalnız sağlam həyat tərzi haqqında paylaşımlar edirsiniz. Hə, bu barədə lifestyle-dır. Yaxud siz bir corporate jobda işləyirsiniz, yəni şirkətdə işləyirsiniz və şirkət həyatını göstərirsiniz və artıq sizin öz konsepsiyanız bundan ibarət olacaq ki, siz şirkət həyatını göstərirsiniz. Amma mütləq şəkildə əsas konsepsiya olmalıdır. Bu demək deyil ki, əgər sizin bloqunuz dediyim kimi ancaq SMM haqqındadırsa, siz başqa heç bir şey haqqında paylaşım edə bilmərsiniz. Xeyr, sadəcə olaraq bu sizin bloqunuzun əsas konsepsiyası olacaq və daha sonra da alternativ konsepsiyalar bir-iki dənə də əlavə etmək ola bilər. Məsələn, mən öz üzərimdən götürsəm, mənim bloqumun əsas konsepsiyası marketinq, sosial media olsa da mən bəzən xaricdə həyat, xarici dillər, fitness və sağlam həyat haqqında bu tərzdə paylaşımlar da edirəm. Ona görə əsas odur ki, əsas mövzunuzu seçəsiniz. Bu çox vacibdir. Əgər mövzunu bilmirsinizsə, amma deyirsinizsə ki, yox, mən bloqa başlamaq istəyirəm, onda gedirsiniz ən yaxın dostunuza, bacınıza, ananıza, yaxud ən yaxın sizi tanıyan insanlardan soruşursunuz ki, sən olsaydın məndən nə məsləhət alardın? Və bunların hamısını soruşandan sonra biləcəksiniz ki, siz artıq digər insanlara necə köməklik olursunuz və o haqda da blog başlada bilərsiniz. Bu bizim növbəti addımımızdır. Artıq biz konsepsiyamızı bildikdən sonra, biz hansı pozisiyada olduğumuzu bildikdən sonra növbə gəlir bizim Instagramda qablaşdırılmaya. Çox adam elə bilir ki, qablaşdırılma ancaq profil şəkli və bio hissəsidir. Xeyr, bu ən son olunan bir şeydir. Düzdür, profil şəkli əgər siz öz bloqunuzda başlayırsınızsa sizi bildirməlidir, sizi tam aydın şəkildə göstərilməlidir. Amma bionu yazmağa tələsməyin. Biodan əvvəl sizin düzəltməli olduğunuz highlightslar, onu sistemli şəkildə necə etmək lazımdırsa, əgər sizə maraqlıdırsa bu haqda ayrıca video çəkə şərhlərdə bildirin. Bütün artıq sistemi blogda qurduqdan sonra keçirik artıq bionu yazmağa və bioda bizim kim olduğumuzu bildirməliyik. Dediyim kimi, əgər qablaşdırılmaya ayrıca video istəyirsinizsə, bunu şərh bölməsinə yazın. Mən bunu nəzərə alıb və sizin üçün video çəkə bilərəm. Qablaşdırılma bitdikdən sonra növbəti addıma keçirik. Növbəti addım trafik cəlb etmədir. Trafik nədir? Yeni insanları cəlb etmə. Bir çox yeni blogerlərin etdiyi səhvlərdən biri odur ki, cəmi məsələn 2-3 izləyiciləri var və ancaq story paylaşırlar, dayanmadan story paylaşırlar. Amma baxsın ki, heç kim baxmır onların storiesinə və insanlar da tez ruhdan düşür.
Ona görə də bütün 100% enerjinizi storylərə verməkdənsə biz çalışmalıyıq ki, 70% vaxtımızı trafik cəlb etməyə vaxt ayıraq və 30%-imizi artıq bizə gələn izləyiciləri saxlamaq üçün storylər üzərindən interaktiv şəkildə onlarla danışmaq. Bəs trafiki, yəni insanları öz bloqunuza necə cəlb etməliyik? Necə edək ki, insanlar bizi tapsınlar, bizi tanısınlar və əgər xoşlarına gəlsə, bizi izləsinlər. Bunun iki yolu var, əsas iki yolu. Birinci trafik cəlb etmə metodu target reklamıdır, yəni meta reklamı. Orada trafiki seçirik və özümüz seçdiyimiz maraqda olan insanları, biz hətta onların yerləşməsini seçə bilərik, onların maraqlarını seçə bilərik, onların cinsiyyətini seçə bilərik ki, məhz onlar bizim hər hansı bir postumuzu, reelsimizi, reklamımızı görsünlər, bəyənirlərsə izləsinlər. Bu pullu metoddur. Biz bunun üçün meta şirkətinə, yəni Instagrama, Facebooka pul ödəməliyik. İkinci, daha rahat və son zamanlar populyar olan metod təbii ki də Reels'dir. Reelslər vasitəsilə sizi izləməyən insanlara çata bilərsiniz. Soruşa bilərsiniz ki, bəs okey, mən təzə bloqumu açmışam, Reelsimi nə haqda çəkim? Sizin iki yöndə strategiyanız olmalıdır. Birinci strategiya sizin bloqunuza aid olan mövzuda. Məsələn, əgər siz SMM mütəxəssisinizsə, SMM-ə aid bir mövzular çəkməlisiniz. Yox, əgər siz, məsələn, ingilis dili müəllimisinizsə, siz ingilis dili haqqında, yaxud dərsi haqqında nəsə bir proses çəkə bilərsiniz. Və ikinci mövzu növləri isə daha geniş olan mövzulardır ki, siz daha geniş auditoriyaya çatasınız. Ola bilər ki, bu tam olaraq düpədüz sizin bloqunuzun mövzusu ilə aid olmaya da bilər, amma siz daha geniş kütləyə çata bilərsiniz. Ona görə çalışın bu iki növ reelsləri qarışdırın ki, siz hər zaman o trafiki cəlb eləyəsiniz. Zaten sizin səhifəniz kimə maraqlıdırsa, onlar sizi izləyəcək. Ona görə bu iki metoddan mütləq şəkildə istifadə etməlisiniz. Və son olaraq gəlirik hamının çox sevdiyi bir hissəyə, monetizasiya. Monetizasiya nədir? Bir növ bloqdan qazanmaq. Çox adam fikirləşir ki, onu necə edirlər, Instagramdan bu necə mümkündür. Ən populyar bir neçə metod var, mən onları sizə əvvəldən deyəcəm. Birincisi, əgər siz hansı bir sahənin ekspertisinizsə və siz öz bloqunuzu açıb tanınmaq istəyirsinizsə, təbii ki də siz öz xidmətlərinizi bloq üzərindən sataraq monetizasiya edə bilərsiniz bloqunuzu. Yəni oradan ödəniş əldə edə bilərsiniz. Məsələn, əgər siz psixoloqsunuzsa, yaxud siz xarici dil müəllimisinizsə, siz öz seanslarınızı, öz dərslərinizi bloq üzərindən promot edib, yəni insanlara göstərib, oradan artıq siz özünüzə müştəri yaxud tələbə qazana bilərsiniz və bu da sizin qazancınızı artıracaq. İkinci növ, əgər siz artıq hansı bir sahəni seçib o üzrə çoxlu izləyimə qazanmısınızsa, məsələn, siz artıq bir fitness blogersiniz, amma fitness dərsləri demirsiniz, sadəcə öz həyat tərzinizi göstərirsiniz və sizin böyük bir izləməniz varsa, siz reklam təklifləri ilə ödəniş əldə edə bilərsiniz. Bu nə deməkdir? Məsələn, hansı bir idman zalı səhifəsi gəlirsə, deyir ki, bəs mənim səhifəmi reklam elə səhifəndə o qədər ödəniş qarşılığında. Yaxud siz xarici dillər haqqında kontent paylaşırsınızsa, məzmun paylaşırsınızsa, hansı bir xarici dil məktəbi gəlib deyə bilər ki, bəs mənim səhifəmi reklam elə və siz o reklamdan ödəniş qazanırsınız. Və üçüncü, əgər siz deyirsinizsə ki, siz nə ekspertsiniz, nə də böyük izləməniz yoxdursa, onda bu tam sizin üçündür. Bu kadr arxası işdir. Kadr arxası iş nə deməkdir? Siz düzgün şəkildə bloq idarə etməni öyrənirsiniz, sosial medianın dərinliklərini öyrənə bilərsiniz və bunları digər ekspertlər üçün, yaxud digər biznes səhifələr üçün edə bilərsiniz. Siz ola bilərsiniz stories maker, targetolog və sizə daha maraqlı olan bir sahəni seçirsiniz sosial mediada və onu yaxşı öyrənərək öz müştərilərinizi əldə edirsiniz və bir neçə müştəri idarə edə bilərsiniz. Bunlar çox-çox, belə deyim, kadr arxası olsa da, amma son vaxtlar çox populyarlaşan bir sxemdir. Bu qədər. Düşünürəm ki, çalışdım ki, hər şeyi qısaca bir videoya sığışdırım. Əgər sizə də bu mövzular maraqlıdırsa, like qoymağı unutmayın. Səhifəmə də mütləq şəkildə abunə olun. Şərhlərdə mən baxacağım, hansı mövzular daha maraqlı gəlirsə sizə o barədə daha çox videolar çəkəcəm. Və mənim Instagram səhifəmdə izləməyi unutmayın. Çünki Instagramda mən daha tez-tez paylaşım edirəm bu mövzular barəsində. Ona görə də sizin hamınızı orada gözləyəcəm. Çox sağ olun ki, izlədiniz. Ümid edirəm ki, sizin üçün faydalı bir video oldu. Hər kəsi öpürəm. Sağ olun gələn videolara qədər.